siyasi institutlaşmanı bilmirlər. Bu partiyalar da siyasi institutlaşmaya gedə bilmədilər, keçə bilmədilər. Çünki kadir potensialı yoxdur, sıraları xeyli insanlar tərk elədilər. Baxın, məsələn, gedin sual verin ki, bir ildə neçə trening keçirmişsiniz öz üzvlərinizə? Neçə tədbirlər keçirmişsiniz? Neçə, deyək ki, məsələn, kitabları sıxıb hansısa sahədə və yaxud deyək ki, əvvəllər var idi. Siyasi partiyaların, adlarını siyasi partiya qoyanların, mən ad çəkmək istəmirəm, əksəriyyətin özlərindən də işitmişəmsə də, əsas amaçları parlamentdə 1 və 2 yer almaq, parlamentdə olmaqdır. Budur. Siyasi partiya hakimiyyət alternatividir. Siyasi partiya rəhbəri, sədri, başqanı, prezident alternatividir. Bütün dünyada bu belədir. Amma burada o deyil. Burada deyir ki, mənə cənab prezident bir dənə sizin ali başkanlığınız dönəmində parlamentdə təmsil olmaq mənim üçün şərəfdir. Orada mənə bir mandat yer verir. Və təbii ki, bunu istəyən partiya sədrinə qarşı, bunu istəyən siyasət adamının cəmiyyətlə münasibət nə olacaq? Və xalqın siyasətə yanaşması nə olacaq?